Salam əziz şagirdlər. Deməli, biz bugün sizinlə monitoring 8 işləyəcəyik. Monitoring 8-də başlayaq birinci sualdan. Deyir ki, fiqurun sahəsini tapın. Biz bilirik ki, fiqurların sahəsi necə tapılır? Düzbucaqlıda. S bərabərdir AB. Yəni, N-nin uzunluğuna hasili. N-nin uzunluğuna hasili. Burada 2 dənə görürük ki, düzbucaqlı var. Baxıram ki, düzbucaqlığında belə bir qayda var idi ki, qarşı tərəflər bir-birinə bərabərdir. Deməli, bu hissəni 5 verirsə, bizdə digər hissədə 5 olacaq. Daha sonra baxıram ki, bu iki hissə yuxarıda 2-2-dir. Ondan nə çıxaram? 4-ünü, qalar 6-sı. Deməli, bu bizdə balaca bir hissəmiz olur 6. Böyük düzbucaqlımın həm eni, həm uzunu əlimdə olduğu üçün S bərabərdir. Yazıram 5 vurulsun 10 və cavabımız neçə eləyir? 50. Daha sonra kiçik düzbucaqlının sahəsi isə tərəfinin uzunluğunu biz tapdıq. 6 vurulsun 2 bərabərdir 12 verilibdir. Bizə fiqurların ümumi sahəsini soruşduğuna görə 50 ilə 12-ni toplayırıq. 50 ilə 12-ni toplayarıqsa cavabımız alınır 62. Keçdik növbəti 52-ci suala. 52-ci sualda isə deyir ki, kvadratın sahəsini tap. Biz bilirik ki, kvadratın sahəsi S bərabərdir A kvadratıdır. Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Baxıram, bu hissəmi əgər 3 veribdirsə, mənim digər hissəmdə 3 olur. Yəni, bax, bu hissəmdə 3 olur. 3-ə bərabər eləyirik. Baxıram ki, burada 3 ilə 2-nin cəmi AD-də 5-dirsə, deməli, BC-nin də tərəfi 5-dir. Çünki kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Burada 5-dir, burada 5-dir. Daha sonra bu hissə 3-dür, bu hissə 3-dür. İndi sahələri necə taparıq? Deməli, bu böyük kvadratımızın sahəsi S bərabərdir 5-in kvadratı bizə verir 25. Kiçik kvadratımın sahəsi S bərabərdir 3-ün kvadratı bizə verir 9. Daha sonra 25 ilə 9-u toplayırıq. Eləyir cavabımız 34. Deməli, 52-ci sualımızda düzgün cavab B variantıdır. İndi keçirik 53-cü suala. 53-cü sualda bizə deyir ki, ABCD və KLMN kvadratları verilmişdir. Baxırıq ki, kvadratlar iç-içə verilib və AB tərəfini qeyd edib ki, 12-dir. Bir də KL tərəfini qeyd edib ki, 8-dir. Əvvəlcə böyük kvadratın sahəsini tapaq. Daha sonra kiçik kvadratın sahəsini tapaq. Ondan sonra ştrixlənmiş hissəni tapmaq üçün, rəhlənmiş hissəni tapmaq üçün sahələri bir-birindən çıxaq. Böyük, yəni A, B, C, D kvadratının sahəsi nəyə bərabərdir? 12-nin kvadratı, bu da eləyir 144. 12-ni 12-yə vurdum. Daha sonra S bərabərdir K, L, M, N. KLM-in sahəsi isə deməli 8-in kvadratı 64-dür. Biz burada nə edirik? Bu ştrixlənmiş hissəni tapmaq üçün nə edirik? 144-dən çıxırıq 64-dür. 144-dən 64 çıxarkən deməli oldu 80. Bizim cavabımız oldu 80. Hansı variantdadır 80? A variantındadır. Növbəti sualımıza keçək. Növbəti sualımızda deməli bizdən soruşur ki, diametri 24 cm olan dairənin sahəsinin 5-də 8 hissəsini tapın. Diametri 24 cm-dirsə, biz buradan bilirik ki, onda radius nəyə bərabərdir? Radius 2-dən diametrə bərabər, başlayın. Deməli, radius nəyə bərabər idi? 2 radiusun 1 diametrə bərabərdir. Ona görə radiusda 24-ü bölürəm 2-yə, radiusumu aldım 12. Deməli, radiusumu 12 almışam. Çevrənin sahəsi nəyə bərabərdir? S bərabər idi pi r kvadratına. İndi bizdə bir r-imiz var. S nəyə bərabərdir? 12-nin kvadratı vurulsun pi. Yəni, buradan da bərabərdir ki, 144-ü 144 piyə. İndi bizə deyir ki, 144 pinin 8-də 5 hissəsini tapın. Ədədin 8-də 5 hissəsini necə tapırdım? Bu hissəni başa düşdüyünüzsə sileyim. Ədədin 8-də 5 hissəsini necə tapıram? Deməli, burada 144-ü vururuq 5-ə, bölürük 8-ə. Yəni, məxrəcə bölüb sürətə vururuq. Deməli, 144-ü 5-ə vuranda alırıq cavab 720.
720-ni də 8-ə bölmək lazımdır. O da eləyəcək 90. Cavab 90-dır. 90 B variantında. Daha sonra keçdik 25-ci suala. Çevrənin uzunluğu 10 pi santimetr olarsa dairənin sahəsini tapın. Çevrənin uzunluq düsturu L bərabərdir 2 pi-dir. Buradan 10 pi-ni bərabər eləyərik əvvəlcə 2 pi-ə. Bax, hər tərəfdən pi-lərim getsə 2 yerim 10-a bərabərdir. O zaman erim nəyə bərabər olur? 5-ə. Tapdıqca çevrənin radiusu 5-ə bərabərdir. Sonra sahəni tapmaq çox asandır. S bərabərdir sahəmiz yenə deyirik pi kvadratıdır. S bərabərdir 5-in kvadratı nə verir? 25 pi. Aha. Daha sonra keçirəm monitoring 8-in 56-cı suala. Deyir, radiusu 16 olan dairənin sahəsinin 4/1-ni tapın. Yerimiz 16-dır. Dairənin sahəsinin 4/1-ni. Onda bizim sahəmiz nəyə bərabərdir? Pi kvadratından. 16-nın kvadratı 256. 256 pi. 4/1-ni necə tapıram? Dedim ki, məxrəcə bölüb sürətə vururuq. Yəni 4-ə bölün, 1-ə vurun. 256-mızı da deməli böləndə 4-ə düşür 64. Cavabımız oldu 64. D variantı. Daha sonra keçirik növbəti sualımıza. 57-ci suala. Silindr sualıdır. Biz bilirik ki, silindrin yan səthi var, oturacaqları var. İndi bizə verib ki, oturacağının radiusu 5-dir. Hündürlüyü verilib 6. Silindrin yan səthinin sahəsini soruşur. S-yan nəyə bərabərdir silindirdə? 2 pi r h. Bu nə deməkdir? Yəni, silindrin oturacağında dairənin uzunluğu nəyə bərabərdir? Dairənin uzunluğu L bərabərdir 2 R-dən. Bir də burada bizim h-ımız var. Bir də yəni bu h oradan çıxır. 2 pi r dairənin uzunluğu, h isə onun yan səthində istifadə olunan hündürlükdür. Deməli, 2 pi r h. Burada yazıram 2 vurulsun, 5 vurulsun, 6 vurulsun pi. 2-ni 5-ə vurdum 10, 10-u 6-ya vurdum 60. Cavabımız oldu D variantı. Burada bu bölmədə silindr suallarımız çoxdur. Ona görə çalışıram ki, biraz geniş izah verim. Yenə bizə verib ki, S tamı bərabərdir 20 pi silindrimizin. Daha sonra silindrin oturacağını veribdir. S oturacaq bərabərdir 4 pi-yə. Bizdən S yanı soruşur. S yanı soruşur. Deməli, S tamın düsturu nə idi? Bir də keçirəm üstündən. Silindrin 2 oturacağı var deyə S tamımızın düsturu 2 dənə S oturacaq, üstə gəlinsin S yandır. Bax, özü S oturacağın qiymətini verib 4 pi. O zaman mən yenə yazaram S tam bərabərdir 2 vurulsun S oturacaq. Yəni S oturacağımızın qiyməti 4 pidir. 2 vurulsun 4 pi. Deməli, burada bərabəri unutmuşam. Üstə gəlinsin S-yan. S-yanı bilmirəm. Bax, mənə başda verib ki, S tamım neçə pidir? 20 pi. O zaman mən burada S tamı silib yerinə 20 pi yaza bilərəm. Deməli, 2-ni 4-ə vursam 8 pi. Yazaram 20 pi çıxılsın 8 pi bərabərdir S-yana. 20-dən 8 çıxanda neçə qalır? 12. Bizim düzgün variantımız D variantıdır. Biraz burada qarışıqlıq oldu. Aha, D variantı. Daha sonra biz keçirik 59-cu suala. Lövhəni təmizləyirəm. Çünki bizim yerimiz biraz balacadır. 59-cu sualda deyir, silindrin yan səthinin düsturu. Mən sizə qeyd elədim ki, silindrin yan səthi belə idi. Bax, burada oturacağında çevrə durur deyin. Çevrənin uzunluğu L bərabərdir 2 pi r düsturundan, bir də silindrin öz oturacağı h düsturundan, yəni 2 pi r h düsturundan biz silindrin yan səthinin düsturunu tapa bilirik. Daha sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda deməli 60-cı sualda silindrin hündürlüyünü istəyir. Baxaq görək əlimizdə hansıları var. Deyir ki, S-yanı bərabərdir 30 pi-yə. Sonra radiusunu bizə veribdir 5. Radiusu verib bizə 5. Deyir ki, hündürlüyü tapın. S-yanın düsturu nə idi? S-yan bərabər idi 2 pi r h-a. 2 pi r h-a. Baxın, qiyməti veribdir 30 pi.
Radiusumun qiyməti əlimizdə var. Yəni 2 vurulsun, pi vurulsun, radiusun 5, daha sonra h-ımızın qiyməti yox deyin, h yazdım, bərabər elədim 30 pi-yə. Deməli, burada 30 pi-yə bərabər etdikdən sonra 2-ni 5-ə vurdum 10. Pi-lər hər tərəfdən getdi. 10 ilə 30 getdi. H-ım nəyə bərabər oldu? 3-ə. Deməli, düzgün variantımız D variantıdır. Daha sonra keçirik 61-ci suala. 61-ci sualda yenə S-yanı veribdir. S-yanın bərabərdir 15 pi. Oturacağın sahəsini veribdir. S oturacaq bərabərdir, veribdir 5 pi. Bizdən soruşur S tam. S tamın düsturu bərabər idi. 2 dənə oturacaq olduğuna görə 2S oturacaq. Üstə gəlinsin S yan. Düsturları rahat biləndən sonra bu silindr düsturu misallarını eləmək asandır. Düsturları da çalışın ki, əzbərləməyin, həll yollarını başa düşməyə çalışın. Əzbərləməyəndə elə bil ki, həll yollarını biləndə daha tez yadda qalır. Deməli, S-tamın düsturu bizdə nə idi? 2S oturacaq, üstə gəlik S-yan. Əlimdə S-yan var, S-yanı veribdir 15 pi. S oturacaq da 5-dir. Sadəcə 2 olduğuna görə 2-ni 5-ə vurursan 10 pi. 10 pi ilə də 15 pi-ni toplayanda neçə eləyir? 25 pi. D variantı. Növbəti sualımız 62-ci sual. Deməli, 62-ci sualımızda bizə belə bir misal verilibdir. Deyir, silindrin həcmini tap. Biz bilirik ki, silindrin həcmi S oturacaq vurulsun H-dır. Bax, oturacağın sahəsini 12 verib, hündürlüyünü 5 veribdir. Yazıram 12 vurulsun 5, o da bərabərdir 60. A variantı. Keçdik 63-cü suala. Sualda deyir ki, çevrənin uzunluğu 14 pidir. O zaman yazıram L bərabərdir 14 pi. Biz bilirik ki, çevrənin uzunluğu 2 pi r-ə bərabərdir. 2 pi r-ə bərabər etsəm, burada 2 pi ixtisar getsə, r-im 7 olur. 7-nin kvadratı 49. Yəni S bərabərdir pi r kvadratı düsturundan S oturacağım mən tapsam. 7-nin kvadratı vurulsun pi bizə verəcəkdir 49 pi. Deməli, ay uşaqlar, hündürlük də əlimdə var. H bərabərdir 4 verilibdir. 49-u 4-ə vuraram. Çünki bizim ümumi həcm düsturumuz V bərabərdir S oturacaq vurulsun H-dır. 49-u 4-ə vursam alınar 196. Bizim həcmimiz 196-dır. Keçirəm digər sualımıza. Radiusu 5 sm olan qeyd edirik. Radius bərabərdir 5. Daha sonra hündürlüyünü veribdir. Hündürlük bərabərdir 10. Pi-mizin qiymətini də veribdir 3,14. Bizdən soruşur həcmini tapın. Həcm üçün birinci oturacağın sahəsi lazımdır. Oturacağın sahəsini tapmaq üçün 5-in kvadratı 25. 25-i vurmalıyam. Pi-nin qiymətini artıq verib 3,14-ə. Deməli, 25-i vursam 3,14-ə cavab alınar 78,5. Bir də bizdə S oturacaq H-da axı düsturumuz. 78,5-i də ona vurmaq vergülü bir vahid sola çəkmək deməkdir. Onda eləyir 785-ci variantı. Daha sonra keçdik növbəti 65-ci sualımıza. Yenə S yanımızı veribdir 50 pi. Hündürlüyü veribdir 5 pi. Deyir ki, radiusu tap. S-yanın düsturu nəyə bərabərdir? S-yan bərabər idi 2 pi r h. Deməli, 2 pi r h düsturundan burada qeyd eləsəm, yəni S-yanı verdiyinə görə yerinə qoyuram. Sadəcə 50 pi bərabərdir 2 vurulsun, pi vurulsun, r vurulsun, h-ın qiymətini 5 veribdir. Bax, deməli, hər tərəfdən pi-lərimiz ixtisar getdi. 2-ni 5-ə vurdum 10. Hər tərəfi 10-a böləndə bu hissədə 5 qaldı. Onda radiusum nəyə bərabər oldu? Radiusum 5-ə bərabər oldu. Deməli, bizim cavabımız D variantı oldu. Keçirik növbəti sualımıza. Növbəti sualımızda həcmi V bərabərdir 60 metrin kubu olan silindr verilibdir. Hündürlüyü isə 5 metrdir. Bizə deyir ki, onun oturacağının sahəsini tap.
Oturacağın sahəsi nətər tapılır? V bərabər idi. S oturacaq vurulsun H deyil. Sadəcə düsturlarımızı yerinə qoyuruq. 60 bərabərdir. 5 vurulsun S oturacaq. S oturacaq nəyə bərabərdir? 60-ı bölürük 5-ə. 60-ı 5-ə böləndə S oturacağın bərabərdir 12. Deməli, düzgün variantımız C variantı oldu. Görürsünüz, deməli, əziz şagirdlər, silindrin qaydasını nə qədər doğru formada bilsəz, nə qədər dərindən başa düşsəz, misallarını həll etmək o qədər asan olar. 67-ci suala baxaq. Bu səfər dairə düsturudur. Deməli, sahəsi 49 pi olan dairənin radiusunu tapın. Dairənin radius düsturu, sahə düsturu pi r kvadratıdır. Sahəni veribdir 49 pi. Bərabər eləyək pi r kvadratına. Düsturu verdiyi sahəyə bərabər eləyək. Pi ilə pi getdi. Fikirləşirəm ki, r kvadratı 49-dursa, hansı ədədin kvadratı 49-dur? 7-nin, deməli, radiusum 7 imiş. İndi baxın, cavabda 7 yoxdur. Niyə yoxdur? Çünki santimetrlə verib, desimetrlə soruşur. Santimetrdən desimetrə keçəndə 10-a bölürük. Ona görə düzgün variantımız A variantı 7-ni 10-a böləndə 0,7. İndi keçirik 68-ci suala. 68-ci sualda deyir ki, oturacağın radiusu 2 metrdir. R bərabərdir 2 metr. H bərabərdir 3,5 metr. Deyir ki, bu oturacağın radiusu 2 olan, hündürlüyü 3,5 olan çən su ilə doludur. Bu çən deməli silindr formasındadır. Deyir, bu çəndə həcmi 75% qədər su axıdıldı. Gəlin əvvəlcə həcmi tapaq. V bərabərdir S oturacaq vurulsun H-dır. S oturacağım çevrə olduğuna görə, bax, elə bil mən baxım bu formadadır. Baxım, elə bil bu formadadır. S oturacağımın radiusumu 2 veribdir. 2-nin kvadratı 4, piyə vuranda pi vurulsun 3,5. Deməli, 4-ü 3,5-ə vuranda 14 eləyir. Bizim oldu 14 pi. Pinin də qiymətini orada veribdir. 14-ü də əgər vursam 3,14-ə cavabım alınar. Yəni, qiyməti yerinə qoyub 3,14-ə vursam, qiymətim alınır 43,96. İndi bizə deyir ki, bu 43,96 litr suyun deyir ki, 75% artı axıtdı getdi. Baxaq, deməli, biz tapırıq 43,96-nın 75%-ni. Yəni, 75-ə vur, 100-ə böl. Qalan suyu soruşur da. Bunun fikirləşirik, 75% axıfsı ilə biz bunun gəlin birbaşa 25%-ni tapaq. Deməli, ixtisar getsə 4. 43,96-nı 4-ə bölsəm, qiymətim qalır 10,99 metrin kubu. Bax, görürsünüz, burada metrin kubudur. Sadəcə biz bunu litrə çevirməliyik. Litrə çevirəndə nə edirik? Vururuq 1000-ə, cavabımız olur A variantı. Aydın oldu. Daha sonra keçdik son iki sualımıza. Sonuncu suallarımızda deməli 69-cu sual yenə bayaq birinci sualımız kimidir. Düzbucaqlığın qarşı tərəfləri bir-birinə bərabərdir. Bu hissələri 4 verirsə, hissə 12-dir. Aha, 12. 4-ü 12-yə vurduq, 48. Daha sonra 10-u 20-yə vurduq, 200. 200 ilə 48-i topladıq, cavabımız oldu 248. Sonuncu sual, rənglənmiş düzbucağın sahəsini tapın. Biz bilirik ki, paralel, bax, burada deyir ki, bu x də eyni bərabər hissəyə bölünür. Hətta buradakı x-ları da yenə ikisini də bərabər hissəyə bölübdür. Deməli, əgər belə götürsəm, bura yazsam 2x, bura yazsam 2x. Ümumi güya bu 4x imiş. Daha sonra bunun özü də x bölünür. Görürsünüz, burada 16 verilibdir. 16-nı bərabər eləsəm, çünki kvadratdır, kvadratda bütün tərəflərin bir-birinə bərabərdir. 16-nı bərabər eləsəm 4x-a, x-in bərabər olar 4-ə. Yəni, mən burada tapdım ki, bu balaca üçbucağımın oturacağı 4-dür. Hündürlüyü də bax, paralel buradan
sürüşdürsəm, olar 16. Biz demişdik ki, çorbucaqlı üçbucaqda hündürlüyün çöldə yerləşir. Tərəf və tərəfə çəkilən hündürlük düsturu ilə yazsaq, 4 vuraq 16 bölünsün 2. İxtisar getsə burada 8. 8 dəfə 4-üm 32. Deməli, sahəmiz nə oldu? 32 oldu. Belə, əziz uşaqlar, deməli, növbəti monitoringi, 9-cu monitoringi bu monitoringdən sonra izah verişəm. Baxıb rəylərinizi yazarsınız. Aydın olmayan hissəni rəylərdə qeyd edə bilərsiniz. Sizin də nəsə bir təklifləriniz varsa, rəylərdə qeyd edə bilərsiniz. Sağ olun.